Həkim kimi uzun və çətin bir yol keçmisiniz. Maraqlıdır, bu yolda sizi daha çox nə müşayiət edib? Həyatın çətinlikləri, yoxsa şəfa verdiyiniz insanların minnətdarlığı? Bu uzun müddətli bir, həmişə mən tələbələrimə də deyirəm, cavan həkimlər yanına hansı xəstə gəlirsə onu müalicə eləməyə çalışır. İxtisasından asılı olmayaraq ki, tutaq ki, bu cərrahdırsa, ümumi cərrahdırsa və yaxud da ki, gastroenterologdursa, bu nevroloji dərman, bu xəstəlikləri, göz xəstəliklərini, dəri xəstəlikləri, nə istəyirsə müalicə eləməyə çalışır. Sonra görür ki, burada bu böyük səhvlərə yol verib. Çünki bu hər sahənin özünün həkimi olmalıdır. Və seçim getməyə başlayır və bu seçim nəticəsində axırda öz yolunu tapa bilir. Yəni, artıq cərrahdırsa, cərrahi işlə məşğul olmalıdır. Kardiologdursa, kardioloji işlə məşğul olmalıdır. Göz həkimidirsə, yenə öz işlə məşğul olmalıdır. Əlbəttə ki, burada xəstə minnətdarlığı həkim üçün necə ki, teatrda anşlaq orada iştirak edən aktyorlara bir stimul verirsə, həkimlər də belədir ki, hər bir xəstə sağalıb evinə dönəndə aparılmış ən ağır əməliyyatlardan belə xəstənin bilirsən ki, bu xəstə haradasa ölümə məhkum edilmiş bir şəxsdir, insandır. Sən bunun bu əməliyyatın həyatını qurtara bilirsənsə də bundan böyük xoşbəxtlik yoxdur və sən əlbəttə ki, burada bir müsbət enerji alırsan və təbii ki, burada xəstə və xəstə ətrafının sənə olan münasibəti də sənin üçün əsas göstəricilərdən biridir. Həyat getdikcə, hər şeyin əksinə olaraq həkim yaşlaşdıqca, təcrübə artdıqca onun da bir növ dediyimiz o yuxarıdakı sadalanan proseslərə münasibətlə dəyişir və həkim xəstəliyin və ona aid olan sahənin sağalmasında yaxından iştirak edir.